Az Su Ekoloji Qurğu Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi və kollektivi Zəfər günü ilə bağlı Sumqayıt şəhər Şəhidlər Xiyabanında olublar. Şəhid məzarlarını ziyarət edən kollektiv məzarlar üzərinə tər çiçəklər düzüblər. Məzarları ziyarət edərək şəhid ailələrinə baş sağlıqları veriblər. Az Su Ekoloji Qurğu Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Eldar Məmmədov xalqımızı Zəfər günü münasibətilə təbrik edib. Zəfər bayramı münasibəti ilə mən şəhid ailələrimizi ilk öncə təbrik eləmək istəyirəm. Müzəffər ordumuzu təbrik eləmək istəyirəm. Başda Ali Baş Komandanımız İlham Əliyevi təbrik eləmək istəyirəm. Bu gözəl günü bizə yaşatdıqları üçün təşəkkürümüzü bildiririk bir daha. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və xalqımızı bir daha bu səmimi bayram münasibəti ilə təbrik edirəm. Əlbəttə ki, bu bilirsiniz, hər kəs bir hisslə yaşayır. O hissi belə desək ki, ifadə etmək bəli mümkün deyil, əlbəttə ki. Bunu insanın bir daxili hissi var ki, o onu ancaq özünə izah verə bilir və mən bu şərəfli hissi hər kəsə yaşamağı arzu edirəm. Daha sonra Zəfər günü ilə bağlı toplantı təşkil edilib. Tədbirdə natiqlər çıxış edərək 44 günlük vətən müharibəsində şəhidlərimizin, qazilərimizin, milli ordumuzun keçdiyi şərəfli yoldan danışıblar. Onlar qeyd edib ki, bütün idarə müəssisələr, hər bir sahədə çalışan insanlara da bu qalibiyyətdən pay düşür. Çünki hər kəs birləşərək bütöv bir xalq oldu və bu bütövlüyü heç kəs ayıra bilmədi. Beləliklə, biz qalib xalq olduq. Belə tədbirlərin keçirilməsi onu göstərir ki, hər sahədə xalqımız öz işinin öhdəsindən layiqincə gəlir. Çünki qəlbində vətən sevgisi olan hər bir vətəndaş öz işini şərəflə həyata keçirir. Qalib xalqın qalib nümayəndələri, bayramınız mübarək olsun. Onu da qeyd edək ki, Az Su Ekoloji Qurğu Məhdud Məsuliyyətli Cəmiyyətdə belə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, bugün informasiya proqramı üçün.